Rəhman və Rəhim olan Allahın adıyla. Salam, xoş gəlirsiniz möminlər. Allah oruç namazlarınızı qəbul etsin. Bugünkü mövzumuz Quran-ı Kərimin Bəqərə surəsinin 222-ci ayəsindəndir. Mütəal olan Allah bu ayədə buyurur: İnnəllaha yuhibbut təvvabin. Allah Teala həqiqətən də tövbə edənləri sevir. Və başa düşüldüyü kimi də bugünkü mövzumuzun adı tövbədir, tövbə etməkdir. Biz keçən səfərki gündə rəhmət haqqında danışmışdıq, ilahi rəhmət haqqında danışmışdıq və demişdik ki, ilahi rəhmət hər bir şeyi əhatə edir. Allahın rəhməti bütün hər şeyi əhatə eləyir. Biz necə eləyək ki, Allahın rəhməti bizə şamil olsun? Biz necə eləyək ki, biz Allahın rəhmətinə qovuşa bilək bu dünyada? Allah bizləri bağışlasın. Bunun yolu tövbədir, bunun yolu qayıdışdır, həqiqi günahlardan istiğfar etməkdir. Tövbənin mənası budur ki, insan gördüyü pis bir əməldən, pis bir işdən tövbə eləyir, Allahdan bağışlanmaq istəyir və bir daha da o günaha tərəf qayıtmır. Bəzi insanlar var ki, görürsən ki, tövbə eləyirlər, tövbələrini pozurlar. Allahla öz aralarında bir növ əhd-peyman bağlayırlar tövbə ilə ki, Pərvərdigara, mənim bu günahımı bağışla yine, mən bir daha bu günaha tərəf getməyəcəm və öz əhd-peymanlarını sındırırlar. Bu əhdə vəfasızlıq eləyirlər. Amma tövbə gərək ciddi bir səylə olsun, ciddi bir şəkildə olsun, insan əhd-peyman bağlasın, söz versin Allaha ki, Allah, mən bu günahları bir də eləməyəcəm və bu günaha tərəf bir də baxmayacağam və mənim günahlarımı bağışla yine. O zaman da həmin bu ayə bu insanın halına şamil olunur ki, Allah tövbə eləyənləri sevir. Tövbə haqqında bizim digər ayələrimiz də var. Tövbə haqqında bizim bir çox ayələrimiz var, hədislərimiz çoxdur. Hədislərimizdə tövbəyə insanlar təşviq olunurlar, məxsusən cavanlar. O cavanlar ki, tövbə eləməyə bunların daha çox ehtiyacları var. Qayıdıb gəlməyə daha çox ehtiyacı. Əlbəttə, hər bir insanın tövbə eləməyə ehtiyacı var. Amma cavan vaxtında tövbə daha gözəldir. Nəyə görə daha gözəldir? Çünki insanın günah etmək potensialı cavan vaxtında daha çoxdur. Və insan bu potensialının üstündən xətt çəkir, deyir ki, mənə günah lazımdır. Allah, mənə sən lazımsan. Sənin rəhmətin lazımdır. Odur ki, hədislərimizdə də buyururlar ki, tövbə eləyən cavandan Allahın çox xoşu gəlir. Allah onu çox bağışlayır. Tövbədən sonra bizim bir çox mərhələlərimiz var. Bəzi mərhələlərimiz var ki, gərək onlar da riayət olunsunlar. İnşallah gələn səfərdə, gələn verilişlərimizdə həmin o şərtləri, həmin o məsələlər ki, tövbədən sonra olmalıdır, onların da barəsində danışacaq. Ramazan mübarək bizim üçün bir fürsətdir. Ramazan mübarək tövbə ayıdır, bağışlanmaq ayıdır, qarşıda Qədir gecələri gəlir. Allahdan istəyək ki, bu gecələrdə Allah bizim həqiqi tövbələrimizi qəbul eləsin və öz rəhmətinə bizləri qovuştursun ki, biz onun rəhmətinə həm bu dünyada, həm də axirətdə ehtiyacımız var. Sağ olun, Allahın amanında olun.